Gələn il üçün yaşayış minimumu ölkə üzrə 300 manat olacaq. Yeni Sabah məlumat verir ki, bu, Milli Məclisin bugün keçirilən iclasında müzakirəyə çıxarılan 2026-cı il üçün yaşayış minimumu haqqında qanun layihəsində əksini tapıb. Beləliklə, gələn il üçün yaşayış minimumu 15 manat artırılacaq. Yaşayış minimumu 2026-cı ildə əmək qabiliyyətli əhali üçün 317 manat, pensiyaçılar üçün 245 manat, uşaqlar üçün 260 manat məbləğində müəyyən olunacaq. Yaş həddinə görə dövlət qulluğuna xitam verilənlərə birdəfəlik haqq ödəniləcək. Turkistan.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu və Mədəniyyət Komitələrinin 5 dekabr tarixli birgə iclasında müzakirəyə çıxarılmış dövlət qulluğu haqqında qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, dövlət qulluğunda olmanın yaş həddinə çatdığı üçün dövlət qulluğuna xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq. Vergi məcəlləsi və sosial sığorta haqqında qanuna da müvafiq dəyişikliklər təklif edilib.